Sənə məktub yazacağım. İstəsən də, istəməsən də, oxusan da, oxumasan da, nihayət ki, yazacağım sənə. Yazacağım. Aydan, gündən, havadan, sudan, qohumdan, qonşudan, əslində hər şeydən, bəxtimə düşən acı paydan yazacağım sənə. Deyirlər ki, köhnə dostlarımızdan birinin ad gününü qeyd etmişsiniz. Yeməmisən, içməmisən, deməmisən, gülməmisən. Baxışların zillənibmiş hey qapıya. Deyirlər ki, saçlarına dən düşübdür. Niyə görən həmişə gülən gözlərinə qəm düşübdür. Deyirlər ki, üzüyünü taxmamısan. Telefonuna ondan gələn zənglərə də baxmamısan. Əslində çox şey deyirlər. Sevənləri ayırmazlar deyirdilər. Düz çıxmadı. Gör nə qədər qoşa gəzdik, adımıza nəcəb söz çıxmadı. Sizin sinif otağının pəncərəsi, pərdəsi də yadımdadır. Səni mənə qovuşduran zəng səsi də yadımdadır. Yarı yalan, yarı gerçək, ağlımız uşaq ağlıydı. Uşaqlar tək, duyğular da dəcəl idi. Nə gizlədim, birgə keçən günlərimiz gözəl idi. Sənlə keçən günlərimiz maraqlı idi. Sənə məktub yazacağım. Bir Allah, bir sən bilirsən, nələr, nələr yaşamışıq. Bəlkə də biz bir ömürlük xatirələr yaşamışıq. Nəhayət ki, bu məktubu yazacağım sənə. Oxusan da, lap küləyə sovursan da, bu məktubu yazacağım sənə. Yazacağım sənə. Qarşılayın, efirdə aparıcınız Samir Bayramlıdır. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Xoş gördük hər birinizi. Yenə doğma kanalımıza gəldik. Yenə evimizdə, eşiyimizdəyik. Yenə də qonaqlarım buradadılar. Danışacağıq, güləcəyik, narahat olmayın. Bugün gözəl insanlarla bir aradayıq. Çoxdan idi görmürdüm onları. Dedim, yığmayaq onları bugün başıma bir sözdən söhbətləşək. Oxuyaq, oynayaq, danışaq. Birazdan sonra təbii ki dəvət edəcəm. Amma indi təşəkkürlərim var. Hörmətli tamaşaçılarımız, hal-hazırda siz bizə baxırsınız. Milana VIP Hospitalın baş sponsorluğu ilə bilirsiniz ki, Milanada artıq bütün əməliyyatlar icbari sığorta ilə həyata keçirilir. Bütün əməliyyatlar.
Həkimlərin də qəbulu pulsuz olaraq qalır. Yəni həkim qəbuluna getmək istəyirsinizsə başqa yerə gedib girişdə pul verməyin. Burada pulsuzdur hər şey. Və icbari sığorta məsələsini çoxdan hamı gözləyirdi. Yəni diz oynaq əməliyyatları, bel yırtığından əziyyət çəkən əməliyyat etdirmək istəyənlər, yəni hamının xəbəri olsun ki, artıq icbari sığorta ilə siz pulsuz əməliyyat elətdirə bilərsiniz. Təşəkkürlər Milano Hospitala. Silik plaster aboyları da bizdən bərabərdir. Artıq evimin tavanları, divarları silik plasterdandısa da əlavə şərə ehtiyac yoxdur. Deməli, Abşeron Ticarət Mərkəzi Lökbatanda onların artıq topdan satışları açıldı. Belə də ki, Azərbaycanın bütün rayonlarında onların mağazaları var. Nəqd, kreditlə nə cür şəkildə istəyirsinizsə silik plastırı sizə təqdim edirik. Bir paçkası 9 manatdır. 9 manat verirsiniz, 4 kvadrat yarım divarınız bax bu qaydada rənglənir. Maye aboylarıdır. Villurdur, yəni tərkibi ipəkdir, heç bir qatqı maddəsi yoxdur, kley də içindədir. Mənə elə gəlir ki, ən sərfiyatlısı budur. Globus Xaricli Təhsil Mərkəzində övladlarınız Azərbaycanda ali məktəblərə sənəd verib. Uğursuz nəticə əldə ediblərsə, üzülməyin. Artıq Globus Xaricli Təhsil Mərkəzi var. Tək atestatla, illik təhsil haqqı 400 manatdan sizin övladlarınız ali məktəbə qəbul ola bilərlər, imtahan vermədən həm də. Aqromal Özbəkistan məhsullarına Bakı şəhərində 3-cü mikrorayon dairəsində yerləşirlər və bir də Sumqayıt şəhərində 41 ada yerləşirlər. Satılan bütün paltarlar kilo ilədir, çəki ilədir. Gedin, deməli, corabdan, alt geyimləri, üst geyimləri, dəsmallar, gigiyenik vasitələr, yuyucu vasitələr, nə istəyirsinizsə hamısını kilo ilə alın. Alverçilər aparıb sizə ədədlə satır. Məsələn, bu köynəyi biz qoyuruq tərəziyə 3 manat gəlirsə, alverçilər bunu sizə 15 manata satır tək olaraq. Özünüz düşünün. Mütləq getmək lazımdır ora. Merinos xalça dünyasında isə xalçaları dəyər dəyməzdən satırlar. 10 ədəd xalça 100 manata, 4 ədəd xalça 120 manata, 3-ün 4-ə, 2-nin 3-ə olan xalçalardan söhbət gedir. Bu xalçaları biz sizə tövsiyə edirik. Doktor Seyfəddin klinikasında müalicələr təbii üsullarla aparılır. Heç bir dava dərmandan istifadə olunmur. Patrontumları, dadlı, ləzzətli, keyfiyyətli patrontumları ölkəmizin bütün supermarketlərində var. Hörmətli tamaşaçılarımız marketlərə gedəndə, ümumiyyətlə günə baxan tumalanda patron alın. Peşman olmazsınız. Çin Təbabəti klinikası da bizimlə bərabərdir. Çin Təbabəti klinikası həm Bakı şəhərində, həm Gəncə şəhərində, həm də Lənkəran şəhərində fəaliyyətdədirlər. Oradakı həkimlər də Çindən gəliblər. Bunu da vurğuluyum. Çindən gəlmiş həkimlərimiz elə Çin üsulunda da müalicə edirlər sizləri. Bu qədər. Sponsorlarımıza təşəkkür edirəm və qonaqlarım artıq buradadırlar. Mən onları dəvət eləmək istəyirəm. Deməli, Bakı Uşaq və Gənclər Teatrının baş rejissoru. Siz onu Azərbaycan teleməkanında çəkilmiş bütün seriallardan tanıyırsınız. Nadir seriallar var ki, xanım orada yoxdur. Nəinki seriallar, nəinki bədii filmlər. Çox xarakterli bir aktrisadır. Mənim dəyərli dostum İlhamə xanım buradadır. Gəlin İlhamə xanım. Hər vaxtınız xeyir olsun. Gəlin keçin yanıma. Hər vaxtın xeyir. Samir, xoş gördük canım mənim. Çox sağ ol. Çox şad oldum səni gördüm. Necəsən, nə var mı yox, İlhamə? Yaxşı, çox sağ ol Samir. İşlər necə gedir? Şükür, şükür yaxşıdır. Hər şey yaxşıdır. Yaxşı getsin. Bizim idmançımız Azərbaycan bayrağını başqa ölkələrdə dalğalandıran, qürur duyduğumuz çox idmançılarımız var. Onlardan da biri Sərhəddir, Sərhəd Quliyev, Sərhədgər. Bunlar idmançı ailəsidirlər. Bir balaca kilo alıb. İndi deyəcək mənə, bu nə cür idmançı, nə cür kilo almaq. Əyləş Sərhəd, necəsən? Sağ ol, təşəkkür edirəm. Necəsiniz, nə var, nə uşaqlar? Yaxşı, çox sağ ol. İşlər yaxşı gedir? Yaxşı. Biz tamaşaçılarımızı salamlayırıq. Allah idmançımıza can sağlığı versin. Bizim idmançılarımız son illərdə çox uğurlar gətirir bizə, Azərbaycanımıza, bayrağımızı ucaldırlar və onlara doğrudan da bol-bol can sağlığı arzulayırıq. Sağ olun, təşəkkür edirəm. Tamaşaçılarımıza da gözəl, ruzulu, mehriban, sakit həyat arzulayırıq. Təşəkkür edirəm. Sərhəd, necəsən? Çox sağ ol, təşəkkür edirəm. Mən də tamaşaçılarımızı salamlayıram, xanımı salamlayıram. Sənə də öz təşəkkürümü bildirirəm ki, hər dəfə məni dəvət edirsən. Təşəkkür edirəm, Allah ömür uzun eləsin. Bilirsən ki, mən sənin xətir bilməni çox istəyirəm. Sağ ol ki, bizi qiymətləndirirsiniz.
Allah razı olsun. Təşəkkür hər edirəm. birinizdən. Birazdan sonra deməli bir nəğməli qonağımız da burdadır. Balabəy də burdadır. Birazdan sonra dəvət eləyəcəm. Balabəy də çoxdan da efirimdə yoxdur. Qoy hazırlasınlar. Birazdan dəvət eləyəcəm. İlham, nə seriallar var, nə kinolar var? Kinolarımız var. Bilirəm ki, filmin bu dəqiqə kinoteatrlarda gedirdi, artıq YouTube-dadır. Getdi, bəli, kinoteatrlarda və sinema klublarda baxıldı. İndi YouTube-dadır. YouTube-dadır. Baxış necədir? Əla, çox gözəl, super. Aha. Səssiz Haray bədii filmi Sədaqət Kərimovanın filmidir. Rejissoru və ssenari müəllifi ilə Sədaqət xanım Kərimovadır. Siz Soyuq Günəşi də Sədaqət xanım yazmışdınız. Bəli, Sədaqət xanım yazmışdı. Yarqımat, Qusarda çəkmişdiniz, hə? Qusarda, Hazıra kəndində. Mən Qusarlıları salamlayıram. Çox gözəl insanlardır, çox mehriban, qonaqpərvər. Mən onları çox sevirəm. Allah can sağlığı. İlham, sən xəbərin var da, son dövrdə çəkilən Azərbaycan filmləri arasında ən çox baxılan, ən çox səsə-küyə səbəb olan Adan Zeyo filmdən mən elə gəlir ki, hamı baxır. Hətta mən o günləri bir Naxçıvanlı dostlarımız var idi. Onların evinə qonaq getmişdim. Təsadüfən gördüm ki, söhbət o filmdən gedir. Xanımı danışır ki, filmə baxdım evdə. Mən də dayanıb qulaq asıram. Deyir, ondan sonra marketə gedəsiydim. Marketə deyir, getmişəm, nə alacağım yadımdan çıxıb. Deyir, o qədər filmin təsirində qalmışam. Sözün düzü, mən də əvvəl baxmamışdım filmə. Biz o komandanı dəvət elədik də, bütün Soyuq Günəş komandasını. Evdə elə hər mənə uşaqlar deyir ki, ata baxmısan o kinoya, deyirəm, yox, baxmamışam. Ay ata, bax, deyir, o necə Azərbaycan kinosu deyəndə onların Soyuq Günəş yadına düşür. Son illər. Baxmayaraq ki, hələ o cür texniki imkanlar filan, 5 məkan. Rövşən mənim çəkib də? Yox. Elşən Zeynallı çəkildi, gözəl kino rejissor, istedadlı insan. Yer gəlmişkən Elşən Zeynallı bizdə yeni tamaşa hazırlayır. İnşallah yeni sezondan təqdim eləyəcəyik. Çox maraqlı bir tamaşadır, komediyadır. Samir super. Elə baxım, hər iki icraçı direktor sizsiniz də, hə? İcraçı direktor, elə İntiqam müəllim elə qalır öz yerində. Həm Mingəçevir Dövlət Dram Teatrının direktorudur. Eyni zamanda nəzarəti var teatrda, amma təbii ki, İntiqam müəllim yoxdur, mənəm, zam direktor da orada və teatrımız, kollektivimiz, hamımız əl-ələ vermişik, ayaqdadır, işlərimiz gedir. İnşallah sabah yekun Mövsüm bağlayırsınız. Yekun iclasımız olacaq. Bəli, mövsümü bağladıq tamaşalarla və gedəcəyik istirahətdə. İnşallah sentyabrda yeni sezondan yenidən sağ-salamat işə başlayacaq. Nə gözəl. Qonağımızın biri də buradadır, Balabəy də buradadır. Balabəy, gəl. Xoş gəlmişsən, əziz dost, gözəl insan. Çoxdan idi, yox idin efirimdə. Əzizim, gəl əyləş, burada rahat. Xoş gəlmişsən sən də. Necəsən, nə var, nə yox? Sağ ol, təşəkkür edirəm. Yaxşılıqdır. İzləyicilərimizi, qonaqlarımızı. Buyur, kamera sənin içində. Salamlayıram bizi izləyən hər kəsi, qonaqlarımızı salamlayıram. Xoş gördük. Siz necəsiniz? Mən yaxşı. Yaxşı olun. Desənə, yuxudan durub bir vaxt efirə gəlmişsən, hə? Yuxudan durmaq problemdir. Neçədə durursan yuxudan? Gec dururam, hesabım. Neçədə məsələn? Namaza ancaq dururam da, günorta namazında. Allah qəbul. Günorta namazını. Səhər namazında yatıram, günorta namazında dururam. Neçə illərdir belə davam edir. Bəlkə 20 il. Günorta namaz saat neçə düşür? 1-ə qalmış. 1-ə qalmış. Bugün lap biraz tez durursan da. Hə, o sürprizlərlə namaz qılırlar, ona dura bilmirsən, hə? Onu qılıb yatıram da belə. Neçə illərdir belə davam edir, onu deyirəm da. Ona gec yatırsan. Gec yatıram, hə. Toydan məsciddən gec çıxırıq, daha elə bir ki, yatsam dura bilməyəcəm də. Ona görə bir saatda artıq qalıram, namazı qılıb. Artıq belə vərdiş eləmişsən. Neçə ildir belə davam edir. İşlər necə gedir? Şükür Allaha. Gülağa ilə əməkdaşlığınız qalır yerində. Yaxşıdır. Təzə duetlər filanlar var, yoxsa yox? İnşallah, məhərrəmlikdən sonra olacaq. Artıq məhərrəmlikdə yazdıracaqsınız da yəqin. İnşallah. Toyların düyünləri necədir? Yaxşıdır, elə hər gün maşallah toydayıq. Maşallah olsun, sənin cəmaət çox istəyir. Samir, hal-hazırda reklamların vaxtıdır. Tamam, reklamlarımızın vaxtıdırsa, hörmətli tamaşaçılarımız, çox qısa bir aramız olacaq. Reklamlara ayrılacağıq. Reklamlardan qayıdan kimi Balabəyin ifası ilə qayıdacağıq, gözəl bir ifa ilə və birbaşa
şifahi məlumat blokumuza ayrılacağıq. Ondan sonra biz burada, siz orada. Çayınızı sizin indidən. Bağlayalı bu eşki kitabım, yeter artık yordu gözümüzü. Bəsdi daha çekti hesabım, yudu gözyaşıyla gözümüzü. Bağlayalı bu eşki kitabım, yeter artık yordu gözümüzü. Bəsdi daha çekti gazabım, yudu gözyaşıyla gözümüzü. Yine teklik, yine həsrət, yine ayrı, yine qürbət. Ayrılığı dərdini yaz ey şair, qoy vəfasızlar eşitsin. Elə bir sözdə toxunsun qəlbə, ağrını acını keçsin. Dəlinin dərmanı olmuş şair, bizi kim müalicə etsin? Çarə yarım gəlişidir şair, vaxtında gəlmədi getsin. Sənsə qalansan, nə qədər getsəm də uzaqsan, nə qədər inansam da yalansan. Nə varsan, nə yox kimi yoxsan, mən gedərik, sənsə qalansan. Nə qədər getsəm də uzaqsan, nə qədər inansam da yalansan. Bu nə sirdir, bu nə hikmət, olmaz olsun bu məhəbbət. Ayrılığı dərdini yaz ey şair, qoy vəfasızlar eşitsin. Elə bir sözdə toxunsun qəlbə, ağrını acını keçsin. Dəlinin dərmanı olmuş şair, bizi kim müalicə etsin? Çarə yarın gəlişidir şair, vaxtında gəlmədi getsin. Tükenmez aşk seylabim, gemi hicran olan yerde. Öleydim keşke ey dünya, sana mehman olan yerde. Olan tek canı alsaydım, bu kadar zulmü çekmezdim. Dönüp bir daş olaydı ben kimi nalan olan yerde. Seni gördüm, bütün dünya gözümden düştü ey dilber. Olaydı gözlerim kör hüsnü ve heyran olan yerde. Proqramımızın baş sponsoru Milan VIP Hospitaldır. Bakı şəhərində Nərman Nərmanov rayonu Əhməd Rəcəbli 1 drop 21-də yerləşən Milan VIP Hospitalında bütün xəstəliklərlə bağlı müayinə və müalicələrinizi
apara bilərsiniz. Proqramımızın növbəti sponsoru Qlobus Xaricdə Təhsil Mərkəzidir. Azərbaycanda ali məktəbə sənəd verib, imtahan verib, uğursuz nəticə əldə eləmisinizsə üzülməyin. Qlobus Təhsil Mərkəzi ilə təbii ki, xaricdə təhsil mərkəzi ilə əlaqə saxlayın. Əlaqə saxlayın Türkiyənin istənilən dövlət və özəl universitetlərində, Gürcüstanın, Rusiyanın, o cümlədən Avropa ölkələrinin ən öncül təhsil ocaqlarında ali təhsil almaq istəyirsinizsə, mütləq bizimlə əlaqə saxlayın. Tərkibi 99% barama ipəyinin, lifindən və kleydən ibarət olan silk plaster maye aboylarını biz sizə təqdim edirik. Ölkənin demək olar ki, əksər rayonlarında topdan satış nöqtələrimiz var. Proqramımızın növbəti sponsoru Doktor Seyfəddin Klinikasıdır. Bilirsiniz ki, Doktor Seyfəddin Klinikasında bütün müalicələr dırnaqdan saça qədər təbii üsullarla aparılır. Doktor Seyfəddin Klinikasında peşəkar həkimlərlə yanaşı, xüsusi fizioterapiya şöbəsində də sizin sağlığınızın keşiyində dayanırlar. Təşəkkürlərim Agro Mala olacaq. İlk növbədə insanın ağlına gələn çəki ilə satılan pal-paltarlardır. Bundan əlavə Özbəkistanın tam təbii şəraitdə qurudulmuş quru meyvələri Özbək mağazasında sizin yolunuzu gözləyir. Sədərək bazarında yerləşən Merinos xalça dünyasında 10 ədəd xalça 100 manata, 4 ədəd xalça 150 manata, 2 ədəd xalça 70 manata. Bu kampaniyadan yararlanmaq istəyirsinizsə, gəlin Merinos xalça və pərdə dünyasına. Patron günə baxan tumları da bizimlə bərabərdir. Ölkəmizin Tərtər bölgəsində yetişdirilən patron tumları bütün supermarketlərdə var. Günbəgün çeşidlərini artıran patron məhsullarından almaq, dadmaq istəyirsinizsə, sadəcə marketlərə gedəndə patron məhsullarını yaddan çıxartmayın. Təşəkkürlərim olacaq Çin Təbabəti Klinikasına. Bilirsiniz ki, Çin ənəsinə sadiq qalaraq bu müalicələrimiz həyata keçirilir və təbii üsullarla müalicə etdirmək istəyirsinizsə, həm Bakı şəhərində, həm də Gəncə şəhərində yerləşən Çin Təbabəti Klinikasına buyurub gələ bilərsiniz. Davam edirik, hörmətli tamaşaçılarımız. Reklamlarımız bitdi. Artıq qonaqlarım buradadır. İşin gücün nə yerdədir? Yaxşılıqdır. Ged rastaslar işləyirik, təzə işlərimiz var. İnşallah məhərrəmdən sonra. Daha çox, məsələn, bilirəm ki, mahnılarınızda nə iş görmüsünüz, əksəriyyətli trendlərdir də. Sizə belə qanunu qaydalı trenddədir. Pulla, bununla olan trendlərdən deyil. Bilirəm onu. Daha çox hansı mahnı belə deyildi, məşhurlaşdırdı Balabey ilə Gülahın. Belə tanıyırdı böyük tamaşaçı kütləsi sizi. Amma daha çox hansı ifa ilə, belə deyək də, partlayış elədiniz sənətinizdə? Bizim elə bir araya gəlməyimiz Gülahınla tamaşaçılar üçün maraqlı oldu. Sonra hərəmiz bir şey işlədik. O vaxtı məsəl üçün Cavid də var idi bizim aramızda, Allah qapısını açsın indi. Cavidlə Gülaha oxudular, Navranı, Xotda maşının Navranına sür. O vaxtı partlamışdı da bu əməlli başda. O vaxt YouTube elə bu qədər inkişaf eləməmişdi. Amma belə bütün hamı qulaq asmışdı. Sonra mən də dayanmam sənsizliyə tək oxudum, o yaxşı işlədi. Sonra uşaqlar üçün də belə maraqlı, sən də qaqaş, mən də qaqaş. O vaxtı yaxşı işləmişdi. Nə buraxmışdı? Sırf bazara işləyirsiniz də? Yox, əslində elə deyil. Mən elə biləm ki, sırf bazara işləyirsiniz ki, bizim məsəl üçün sırf gənclər qulaq assınlar, sırf indiki dövrün uşaqları qulaq assınlar. Oturub, məsəl üçün, indi axırıncı oxuduğum ağır materialdır. Buna yaşlıdan da qulaq assa bilər. Ayrılıq dərdini yaz ey şair, qoy vəfasızlar eşitsin. Yox, bunu demirəm, bu xaric. Yox, ümumiyyətlə, oturub hamısına qulaq assan, hamısının öz içində mənası var, hikməti var. Yəni, boş sözlər deyil ki, mən deyim ki, ancaq aşağı məsələsi təbəqə qulaq assın, uşaqlar, cavanlar qulaq assın. Hamı qulaq assa bilər. Sadəcə, yəni, içində hər şey olduğuna görə hamıya xoş gəlir. Məsəl üçün, o vaxtda bir dənə papiri buraxdım, 11 dəqiqə. Bəlkə də bizim sənət yoldaşlarımızın içində heç birinin materialı yoxdur ki, 11 dəqiqə olsun. Ən çox Namiq Qaraçuxurludadır, 7 dəqiqədir. 7 dəqiqədir. Məndə 11 dəqiqədir. Bəlkə də, nə bilim, bu vaxta kimi qalsaydı, bəlkə də 20 milyon, 30 milyon şey var idi. Mən sadəcə onu sildirdim, öz kanalımı açdırdım təzə. Öz kanalımı qoydum. İndi
öz kanalımda var da bir 3-4 milyon var, 4-5 milyon. 4-5 milyon var. Var. Yəni. YouTube-dan pul 11 qazana dəqiqə. bilirsən, Bəli. Ulu bəy. Qazana Bəli, bilirsən. qazanıram. Sırf özün işləyirsən yoxsa video korpla işləyirsən? Video kortla işləyirəm. Hə, onlarda faiz söhbətləri var Hə, da. neçə il dolarla işləyirəm elə. Amma deyirəm ki, məsələn bizdə bir başqa cürdür bu YouTube məsələləri. Adi Özbəkistanda hər kəsi YouTube-a qoymurlar. Xüsusi nəzarət var Mədəniyyət Nazirliyi tərəfindən. Sənətçilər, orada yəni bizdə bir də görsən yoldan keçən ağzına gələni götürür qoyur YouTube-a. O düzgün. Məsələn, Özbəkistanda belə bir yəqin xəbərim var da. Məsələn, Özbəkistanda sırf bu məsələlərə Mədəniyyət Nazirliyi baxır. Nə gözəl. Sənətçilər hamısı orada qeydiyyatdadılar. Sənin mahnına baxırlar filan 5 məkan. YouTube-a yerləşdirirlər və YouTube-dan gələn pul da hamının orada hesabına gəlir. Öz hesabına. Ən sağlamı, amma keyfiyyətli işləri qoyurlar. İnşallah bizdə də belə olar. Var ya bizdə məsələn şirkətlər var, məsələn Videocorp kimi və digər şirkətlər var ki, onlarla müqavilə bağlayırsan, YouTube-a qoyursan, orada sənin Onlar qoruyur da səni. Hə, qoruyurlar qorumağına, amma bizdə məsələn YouTube-a açanda bir də görsən o qədər belə lazımsız şeylər var YouTube-da. Mənasız, lazımsız. Əslində çox lazımsız bir şeylər var orada. Nə olsun lazımsız şeylər nəinki YouTube-da, hər sahədə var da, hər yerdə var. Olmasa daha gözəl olar da. Olmasa amma bizim ölkədən daha çox qoyurlar. Adi məsələn TikTok-un özü olsun. Hə. TikTok ondan ondan gözəl istifadə edənlər də var. Hə. Qazanc məqsədi ilə istifadə edənlər də var. Vallahi müğənnilər var ki, TikTok-la tanınıblar. Bəli. Sadəcə adlarını çəkmək istəmirəm. Mən özüm belə TikTok-dan tanıdığım müğənnilər var. Məsələn, TikTok-dan tanıyıram onları. Qulaq asıram məsələn, efirlərdə görməmişəm onları. Bir Anar var, yəqin görmüsünüz, bəlkə də indi izləyir, bizi izləmir. Anar Qasımzadə. Mikrofonu qoyub qabağına bütün mahnılar TikTokda oxuyur. Baxıram da ki, bir yetərincə izləmə var. Bu arada da bizim mənim dostum Yeganə Mürsəlova da bu günləri zəng eləyib ki, və Samir elə onu mən deyir ki, onu gətirək efirə də. Dedim, inşallah dəvət edərəm. Deyən kimi tanıdım, dedim, mən də izləmişəm onu, baxmışam. Amma bir də baxırsan ki, TikTokda girmək olmur. Yəni, istəyirsən gözəl şeylərə girəsən, adam məsəl üçün müəyyən bir vaxtın orada keçirsin, yaxşı paylaşımlar eləsin. Təəssüflər eləyirəm ki, bir şey yaranıb. Ki, bunlar aktyordular, obraz yaradırlar. Qadın paltarı geyinirlər, normal oğlanlardılar, baxırsan. Ki, məsələn belə, çünki bunlar TikTokerdirlər də öz aləmlərində və yaxud da aktyorlar. Ay, bala, sən haranı bitirmirsən, incə sənətini verirsən. Yazıq, biz 10 il mən təhsil almışam, utanıram deyəm ki, mən aktyoram. Valla 4 il Mədəni Maarif Texnikumu, 5 ildə incə sənət universiteti. 15 ildə teatrda başqa qəhrəmanlar oynamışam. Mən utanıram, sən. Aktyorlar qalıb bir qıraqda, qadın paltarı geyinirlər, özlərinə nə bilim sinə qoyurlar, yubka geyinirlər, gic-gic otururlar. Baxıram da ki, izləmələri əməllicə oturub onları izləyənlər var. Deməli, kimlərəsə maraqlıdır da bu. Yalandan deyirlər, bu nədir belə? Yox, o aktyorlar. Valla özünüz onları o yerə gətirib çıxartmışsınız. Onlar eləyirlər, deyirlər, cəmaatın xoşuna gəldik, qoy dayı da belə üstünə qoyaq. Oradan da qəşəng pul qazanırlar. Bir şey deyim, o, mən çox üzr istəyirəm, o aktyorluqdur, nə sənətdir, o iyrənclikdir, başqa heç nə. Necə yəni, kişi qadın geyimi geyinir. Yox, teatrda mənim qadın yoxdur ki, kişi qadın paltarı geyinir. O iyrənclikdir, mən elə şeyləri bilmirəm, qəbul edə bilmərəm heç vaxt. Həqiqətən qəbul olan şey deyil, axı bu neçənci ildir o Əhməd Ağdamski oynayıb Leyli Məcnun'da qadın oynayıb, onda qadın olmayıb teatrda. Hələ o da necə oynayıb, daşqalaq eləyiblər onu. Mən bir şey deyim, səhnədə, teatr səhnəsində aktyorlar, tamaşa hazırlanır və götürülən ssenaridən, nə bilim, əsərdən, povestdən, nə bilim, o dramaturji materialdan nədənsə irəli gələrək orada aktyor geyinə bilər. Nəmənin kələyinə baxmışdım. Hə, baxmışam. Gənc tamaşaçı Elnurla Yasin Qarayev. Elnur Hüseynov geyinir, necə gözəl. Sadəcə olaraq
dostu onlarla işləyən gənc evlənmək istəyir. Nənə də deyir ki, elçiləri gəlsin. Bunun da elçiləri gəlmir də oğlanın ki, biz şəhərdən qız almayacaq. Geyinir, özünə elçi gəlir. Bu da vəziyyətdən doğur. Vəziyyətdən çıxır. Yox, bu TikTokda eləmirlər, otururlar. Sonra çıxardır, gedir paltar deyir, öldüm deyir, bu nədir? Bu qadın paltarını mənə geyindirmirsən. Amma bunlar özlərini qadın kimi təqdim edirlər. Düzgündür. Mən adi evimizdən sonra, başqalarının şey eləmirəm, amma evimizdən, məsələn, bacımdan, uşağımdan, məsələn, soruşuram, bir görsən adam qabağına çıxır istərsiniz. Deyirəm ki, Allah bana deyir, niyə yaxşı adamdır, yaxşı oğlandır. Deyirəm, məsələn, nəyə xoş gəlir bunun adama? Deyir, yazıqdır, adlarını çəkmirəm, bu TikTok elə. Yazıqdır, özü kimidir, nə bilim belə bir məhtər qalım Allah haqqı. Səmimidir ya. Hə, səmimidir. Niyə yazıqdır deyir, o düzgün adamdır, nədir? Ev cəmaatı özlərinə hipnozlayıb inandırırlar. Dava deyəndə söhbətə elə bilər ki, kiminsə paxıllığını çəkirsən. Amma mən onun nəyinin paxıllığını çəkəcəm? Sən də çəl baxırsan ay Sərəf bu məsələlərə. Mən ora çox girmirəm, hərdən bir dənə. Yarışlarımızı azım paylaşanda girirəm ancaq elə. Yarışlara paylaşıram. Adam yanıb tökülür, bir də görsən yarışı paylaşırsan, onun layıqı azdır. Hansısa adama lazım olmayan. Yox, hamamda bir dənə klip çəkdir, atır ora, bir də sən vurdu partlatdı. Vurdu partlatdı. Hə, valla. Adam deyir, görürsən bu lazımdır. Lazım olmayanlar lazım olanlardan bir addım irəlidədir. Hə, niyə elə də ay bala bəy? Həyatda Puldan ötürü ağlayanlar var orada. Göz yaş tökər, canlı açırlar. Necə belə? Rəsmən ağlayırlar. Yəni mən yarışları zadı paylaşanda elə bir dənə girib rəylərə Çox cavab yalanlı verir. xəstəliyin nümayiş elətdirir. dəhşət. Çoxsu məsəl üçün, mən birin qabağıma çıxmışdı, ev silir, bir kişi də oturub yerdə ev silir, yemək pişirir, baxsanız yaşlı başlı bir adamdır. Deyirəm, bu niyə yeyir, bu nəyə görə Aslında bunu? gözəl şeydir, biz düzgün istifadə edə bilmirik. Məsələn, bütün platformalar, xaricdə baxırsan ki, maarifləndirici nə qədər videolar var, bizdə yoxdur, bizdə elə giz-giz. Adi Instagramın özü olsun, içi mən qarışıq. Instagram, TikTokdan daha yaxşıdır. Facebookda. Amma bizdə də Instagram, məsələn, mən o deyim, məsələn, girib mən adi ilə qardaş ölkəmiz olan Türkiyədə, məsələn, aktyorların zadların paylaşımlarına baxıram. Çox kreativ şəkillər paylaşırlar. Elə şəkillər paylaşırlar ki, çox maraqlı. Bizdə nə paylaşırıq? Sənət adamları, ancaq toy. Ancaq toy, ancaq nə bilim, danışma, yəni ona xidmət edirdi. Ancaq toy və yaxud veriliş və yaxud reklamla bir nəyəsə satmaq düzə. Adi şəkil paylaşırlar. Bizim qardaş ölkənin aktyorları da. Bax, deyirsən, bu şəkili kim çəkib görəsən? Bu nə maraqlı, adamın maraqlı gəlir. Onun paylaşımdan sonra sən paylaşmaya da utanırlar. Və başa düşürsən ki, həqiqətən sən düzgün işlətmirsən bu Instagramda, TikTok'da. İnşallah düzələr. Instagramda yaddan çıxıb, ancaq TikTok. Hə? Instagram yaddan çıxıb, ancaq TikTok. TikTok çıxandan sonra Instagram bu şey. Demək olar ki, gedib. Hamısı gedib, YouTube gedib, hamısı gedib. TikTok'a görə. Hamısı vurub. YouTube'u da vurub deməli. TikTok hamısını vurub. Ki, mahnı birinci bu dəqiqə, mahnı buraxırsan, TikTok'da partladısa, üstündə işləyəcək. Yenə qalır. Hə, elədir, hə. O səhər 5-ə kimi yatan, orada yatanlar var, yuxular da gəlmir bunlara. Elə vaxt ki, mən uyanıram da, elə bilə girəm, görürəm ki, həmən adam saat 6-ya kimi oyaqdır, oyun oynayır. Oynayırlar PK, ona iş kimi baxanlar var. Şir atan kimi, taz atan kimi. baxırlar da, sən işə gəlməmsən. Onlar da ona iş kimi. O da smendə olur da, gecə səhər. Açır oturur da, oynayır, hədiyyə. Mən bilmirəm, TikTok işlətirəm, yoxam TikTokda, bilmirəm. Amma Instagramdır, nə bilim, Facebookdur. Orada da çox aktiv fəal deyilsən. Deyiləm. Amma ölkədə belə götürən, İnam neçə seriallarda oynamısan? İndi hal-hazırda bizim qardaş kanallarımızın birində reytingi də çox yüksək olan Yuxu kimi serialında oynayır. İlham xanım artıq 5-ci mövsümə girirsinizsə. İnşallah, bəli. Bundan əlavə neçə serialda oynamısan? Çox, Samir, çox seriallarda. Nə qədər məsəl üçün? Elə 4 serial Rövşən müəllimgillə gözəl. Pərvanələrin. Dahi rejissor Rövşən İsaqla işləyirəm. 4-cü serialdır. Sonra başqa kanalda oynamışam seriallarda çox. Çox oynamışam. Yazına çıxana görə belə qalır. Çox oynamışam. Sayı itirmişəm. Sayı itirmişəm. Sonra filmlərdə. Neçə bədii filmlə oynamısan İlhanım? Çox bədii filmlər də çoxdur. Oynamışam, amma aktiv deyiləm.
Sosial şəbəkələrdə. Sosial şəbəkədə. Amma sənin oynadığın birini, ikisini hansısa, bir də görsən verilişlərə, ki bizim verilişlərimiz qarışıq. Aktrisalar çağırırlar. And ola Allaha aktrisalıqdan xəbərləri yoxdur. Mən soruşuram ki, aparıcılardan, bu məsələn xanım kimdir? Deyir, aktrisadır. Deyirəm, hansı teatrın aktrisasıdır? Deyir, filan serialda oynayıb. Və özüm araşdırma edirəm ki, yolla keçənin biridir. Bir var səhnənin aktrisası, bir var həyatın aktrisası. Hə, bu yolla keçənin biridir. Hansısa rejissorun əyri yolla, nə bilim, başqa yollarla gəlib, indi bunu orada bir epizodik balaca bir rol veriblər də. Bir kəlmə söz denən, pul zad da verməyiblər ha ona. Mən elə ancaq efirdə görsənim, car çəkir. Hansı stolda oturur görsədir, filan kinoya çəkilmişəm. Belə şey yoxdur. Vallahi aktrisaların, aktyorların ürəyi partlayır belə şeylər görəndə. Bir dəfə bizim aktrisa Xuraman xanımla, Xuraman xanımın maşınının təkəri boşalmışdı. Biz dayandıq şeydə. Maşına hava var, təkərinə hava var. Bir də gördüm o təkərin doldurandım Xuraman xanıma. Salam Xuraman xanım, Xuraman xanım, salam. Mən də sizin həmkarınız sayılıram. Xuraman biri qaldı, necə həmkarımız. Mən filan kinoda oynamışam. Nə bilim, hansısa kinoda elə bir damcı şeyin qabağından keçirib. Masovka da deyil, kütləvi də deyil. Elə bir deyiblər məsələn, təsadüfən bir keç oradan. Adam yoxmuş, onu sağlar. Onu özünə hörmət edən adam ona çəkilmir axı. Nə bilim, necə olacaq bilmirəm. Güya meyxana deyənlər arasında yoxdur, belə meyxana deyənlər. Ümumiyyətlə, bunların kökündə nə dayanır? İnsan şöhrətə, tanınmağa meyillidir. Bu fitrətən belədir. İnsan istəyir özünü tanıtdırsın, insan istəyir populyar olsun da belə. Bu insanın fitrətində var. Bu, məsəl üçün, efirə bir vaxtda hər adamın əli çatmırdı da, efir biraz əl çatmaz idi. Amma bu TikTokdur, YouTube'dur, Instagram'dır, biraz o tanınmağı əl çatan elədi. Ona görə də millət axır ora. Kim tutuzdurdu da temamızdır. Nəsəsə orada özü reklam edib, televiziya dəvət edib. Bu dəqiqə özün danışmadın, anar var, dedin ki, istəyirəm efirə dəvət. Sən tutuzdurub da, sən ona baxmısan. Sən tanıdın onu? Yox, mən tanımadım. Sən baxmısan, kimsə, bəlkə də baxmışım, ad olaraq yadımda deyil. Bu gün nə istəyirsən ki, onu dəvət eləyəsən. Baxışlarına baxırlar. Çünki ona tələbat var görsən də, izləyicisi var. Mən bir şey deyim. Tutuzdurana halal olsun, yaxşı tutuzdurana. Yaxşı tutuzdurana halal olsun. Bilirsiniz, ola bilər istedadlı oğlandır. Sadə adamdır. İstedadı var, çox özür istəyirəm. Danışsın. Mən bir şey deyim sizə. Ola bilər istedadlı insandır, onun istedadı var. Amma əvvəllər efirdə bir senzura var idi da, gəlirdi efirə, baxırdılar. Hətta geyiminə qədər baxırdılar. Bu geyimlə buraxmaq olmaz. Bununla olmaz, belə olmaz, belə oturmalıdır, belə olmalıdır. Bu düzgün idi. Biz gələcək nəslə ötürürük ki, biz belə mədəniyyətimizi, əxlaqımızı, tərbiyəmizi qoruyub saxlamalıyıq. Amma indi o yoxdur. Hansı ki, bu TikTok deyirik, YouTube deyirik, nə bilim, bu saytlarda nə senzura var, nə istedada baxan var, nə geyimə baxan. Necə gəldi çıxırlar və bəli, gələn yetişən nəsildə onu görür və onun kimi olmaq istəyir. Ondan da artıq olmaq istəyir. O elədiyi səhvin 3 qatını eləyir. Artıq eləyir ki, bu da bir yenilik gətirsin. Mən o günləri də bizim kimi ayaqla qonağımız orada da söhbət elədim. Bizim sahibi İbrahimov olan verilişimizdə idi. Belə Azərbaycanda çox məşhur, belə deyək də, tamaşaçılarını bilirlər kimdir. TikToker, bloger, belə ad qoyub obrazlarla, məsələn, o çıxan qadın paltarları ilə çıxan tanınmış adamlardan biri. Bir məclisə getmişəm, çox da ağıllı başlı insanları, belə hamısı vəzifəli. Məni iftar süfrəsinə çağırıblar. Dostlarım da demirəm belə. İftar süfrəsinə, mən də bizim aparıcımız Zaur Nəboğlu'nun da dedim, dayı tək getməyim. Zaura dedim ki, iftarda o da orucuydu. İftarda adam paylaşmağı xoşlayır axı. Dedim, Zaur gedək, neysə getmişik. Zaurla mən yaman olduq orada. Görüm stolda oturan biri deyir ki, orada oturanlara, onlar hamısı iş adamlardır. Qoy filan kəs də çağıraq gəlsin. O da deyir, çağıraq. Deyirəm, gələndə cibinə pul qoyarsınız, tapşırıq verir ki, oradakılara.
hamınız ona hörmət eləyərsiniz. İnansan yeməyim ağzımda qaldı. Demək ki, bu birinci deyil də, 1000 dənə adamlar oturur süfrədə. Demək bizim Bunu çağırırlar ki, oğlan ora. iş adamlarımız da Hə, çağırırlar ki, onu ora. Bu da şirinlikdə deyir, mən belə deməni qazanmam da. Gəlirəm otduğum yerdə cibimə kimsə 500-400 manat pul qoyur. Bu stoldan dururam, gedirəm o bir stola, o stoldan dururam, gedirəm o bir məclisə, oturduğum yerdə qazanıram. Deməli, bundan da artıqını eləməliyəm. Bəli. Təəssüflər olsun. Sadəcə olaraq heç nə demirəm. və bunları da yaradan, bunlara Cəmiyyətimizdə Cəmiyyət- insan, yəni biz bəli, özümüzük. Başqa bəli. heç kim deyil. Sadə Baxmasan- insanlar da onlara baxışlarını artırırlar. Nə idmançı, Çoxsuna da ləzzət nə eləyir, müğənni, deyil mi? nə də meyxanaçı deyil ki. Çoxsuna da ləzzət eləyir. Bəs nə? Ləzzət eləyir ki, Bəs eləsə bu arada Lakin baxışı nə qədərdir? Efirə çağırmışdılar. Acəl özüm əsəbləşdim. bəli, mən Bir yadımdadır. reklam şirkəti var, adını çəkməyəcəm. Mənlə istədi ki, onlar bir reklam elim də, içkidir. Girib Instagramda mənə baxışlarımı baxır. Dedi, bəs baxışınız azdır. Elə əsəbləşdim orada. Dedim, ağaca üz üstürəm. O sırada görsə çoban itlərini dalaşdırıb atırlar. İdmançıdan da çox dem reyting toplayır. Əvvəl Bəli, biz, bəli. hətta onlarda, biz o vaxtlar YouTube var idi, biz dünya çempionu olanda, Avropa çempionu, belə reyting Sən var neçə idi. dəfə dünya çempionu olmusan? Mən 5 dəfə Avropayam. 5 dəfə 5 dəfə Avropa. çempionu İndi olmusan. inşallah yarışım var Allahın köməyi avqustun 25-də. Hansı səhərlər gedəsən? İnşallah İraqda olacaq döyüşüm. Avqustun neçəsi? 25-i. Onda döyüş qabağıdır da, artıq gedirsən. İnşallah. Yəni siz bilmirsiniz orada kimlər rəqibiniz kimdir? Yox, bəlli olubdur, rəqibim bəlli olubdur. Ərəb ölkəsindəndir. O da yaxşı idmançıdır, qəşəng döyüşür o da. Döyüşlərini də izləmişik. İndi Biraz bir kilo almısan. Və necə olacaq? yox, bir nətərdir. Yarış tutaq ki, bizə deyirlər ki, bir 3 aydan sonra sizin döyüşünüzdür. Başlayırıq yeməklərimizə fikir verməyə. Yarış olmayanda itirdiyimiz enerjini bərpa eləməliyik də. Əvvəlində hər gün məşq edirdi, deyirik yox, çəkimiz qalxmaz. Yəni yaş getdikcə Hansı ölkələr, yəni rəqiblərin kimlər olub bu 5 dəfə? Rəqib olubdu, Ukraynalı da olubdu, İngilis də olubdu, Alman da olubdu. Düşmənlərimizdən olub. Ondan sonra erməni olubdu, o da Ukraynanın Odessa şəhərində olubdu. Məsələn, oturmuşdu tamaşa belə deyək də izləyirdik tamaşaçıların içindən döyüşləri izləyirdik, baxıb gülə-gülə keçirdi. 2007-ci ildə olubdu. 65 kiloda vuruşdum Avropa çempionatında. Gəlib gülə-gülə baxırdı üzümə, gülə-gülə gedirdi. Amma o da yaxşı, belə deyək də, düşmən olsa da yaxşı döyüşən idmançı idi. Yəni də düz o mənə Boliviya salmışdı. Mən samolyota minəndə hiss elədim ki, damarlarım dartınıbdı. Müəllim orada mənə dedi ki, əlimi vur yerə, qolun sınacaq. Vurmadım. Çünki o düşməndir. O mən o əlimi yerə vursam yaxşı deyil axı vətənə gəlir. Bəs nə? Elə bir anlıq Allah elə bir şey, elə güc verdi, bəli, güc verdi. Çıxdım o Boliviyadan. İndi başqa sözlər də işlətdim o. Düzdür, mənə cərimə verdilər. O nokaut olmuşdu artıq. Elə bildim ki, uduzmuşam. O Sonra gördük. gördüm yox, ona şot açdılar, ayağa qalxmadı, xalı verdilər mənə. Müəllim elə gəldim, elə samolyotda oturanda görüm ki, qolumu qaldıra bilmədim artıq. İstə-istə bilinmir axı. Damarlarım dartılmışdı. Qızım da idmançıdır, hə? Bəli, qızım da idmançı, ikisi də idmançıdır qızlarımın. 8 yaşı var. Oğlun yoxdur? Oğlum var, 2 Oğlun oğlan. idmançı deyil, hə? O da 3 yaşı var, paramzala, o da idman. Elə düzgün yola yönətmək lazımdır uşaqlarımıza. Gələcəkdə qoy bilsinlər ki, sağlam olsunlar, idmanla məşğul olsunlar. Qızların çempionatlarda olubdur. Hə, qızım belə deyək də, böyük qızım bu ayın 7-sində ölkə çempionatında keçirildi. Bir güclü, çox güclü yarış idi. O da 500 yaxın idmançı iştirak edirdi. Biz elə hər gün elə qızımla məşq edirdik dəniz kənarında, bulvarda. Qızım desəm Sami, bəlkə də necə deyim, inanmarsınız. Mən ondan çox evdə də dedim ki, həyəcanlıyam da qızıma görə. Heç mən öz döyüşlərimə çıxanda belə həyəcanlı olmamışdım. Yəni parkda məşq keçirdim ona, səhər-səhər durğuzurdum. Dedim ki, atan balası, bəs əziyyətini çəkəcəyik, amma bəhrəsini görəcəyik də. Bir dənə ringə gəldim ki, mənim başım uca elə də burada. Yəni mən qaydasız döyüş və qızıma da karate öyrədim. Əvvəl karate ilə məşğul olmuşam. Burada müəllimlərimi də salamlayıram. Çıxdı birincisini uddu, sevindim. İkinci rəqibini udub çempion olmalıdır artıq. İnanırsınız ki, finalda 5 saniyə qələbə qazandı. Ayaq zərbəsi ilə başına qoymağından təbii 5 saniyə qələbə qazandı. Xalı verdilər qızıma, ölkə çempionu oldu. Sevincindən qaça-qaça İnşallah gəldi. gələn zaman da gətirərsən. İnşallah. İndi inşallah həm də ki, dünya çempionu, Özbəkistana dünya çempionuna gedəcək. Allah'ın Gələcək şəhərində. quranda həyat yoldaşı. Özün yığışdın. Şotakandır. Hə, mən əvvəl elə bir ki, belə deyək də, karate ilə məşğul olmuşam. Ondan sonra getdim Bakıda əlbəxə döyüşlə məşğul olduq. Sənin gələcəkdə çəkəcəklərin var ha. Bir də gördüm kürəkənin gəldi.
İndiki zamanda Bir de gördün kürəkənin gəlib. Bu nə qızdır? Mən vurup şikəst edir. indiki zamanda Ləzzət eləyir kişi adama. kimi böyütmək lazımdır. Gün zamanı pisdir. Həm oğlan uşağını böyütmək çətindir, həm də qız uşağını böyütmək çətindir indiki zamanda. Ona görə də mənim nəzarətim çox güclüdür bunlara. Hər yerə özüm aparıb gətirirəm. Valla bizim gələcəyimizdir. Həm də ki, vətənimizi, bayrağımızı dalğalandırırlar, vətənimizi təmsil edirlər. Valla mən hələ ölkə daxilində çıxıb çempion olurlar. Mən fəxr edirəm. Qıraqdan baxıram, fəxr edirəm valla. Allah bütün balalar. Balaca qızım da 2-yə çıxdı. İkiyə? 2-ci yerə çıxdı. Yəni gələcəklərdə bir də sənin davaya salacaq. Bir də görün kürəkənin gəlib. Bu nə qızdır mənim gözümün altını göyərdi. Mən şikəst edir. Baba səndə neçə uşaq var? Məndə 3 dənə. 3 dənə Allah saxlasın. Maraqları var mı yetişən bir ifaçılığa, meyxanaya? Yox, belə istəmərəm. Var amma maraqları. İstər-istəməz qulaq asırlar da, indi qulaq asırlar. Var istedadları canında. Şehir zat deyirlər də belə. Hə, var da deməli. Siz istəmərəm gələcəkdə də gedib başqa sahədə uğursuzluq əldə edəndə adam peşman olur. Məsələn, mənim rəhmətli yanım həmişə deyirdi ki, mən filan şey olmaq istəyirdim. Mənim gözəl səsim var idi, atam qoymadı. Elə həmişə deyirdi onu. Qardaşım qoymadı, qabağıma düşmədilər. Mənə məsələn dəstək olmadılar. Ki, səni öldürərik, asarıq, müğənnilər. Olsa nə olacaqdı? Müğənni olacaqdı. Məsəl üçün də arzusudur da onun. Ən azından bir gözünün qurdun da öldü. Mən həmişə deyirdim anam ki, niyə getmirsən, ailə qurmuşsan, gözəl övladların var. Ən gözəli odur da. Həyat Ailə yoldaşın qurur. var, ailəvə baxmısan, nəyə pisdir ki. Yəni mən o efirdə zadda görəndə elə bir uşaqlar bir gəlib tamaşalarıma gəlib baxırdı. Demək olar ki, bütün tamaşalarıma gəlib baxırdı. Məsələn, axşam tamaşalarıma da teatrda. Gəlib oturub həmişə baxırdı. Daha nə tamaşa oynamışamsa, məsəl üçün efirdə bir də görürsən canlı tamaşaçıların qabaq Nəğməli Dünyanın vaxtı. Gəlib oturub baxırdı vaxt olanda. Mən özüm bilirdim ki, geyin girək, baxırdım ki, marağı var. Elə bir o həyata keçirtmədiyi arzuları. Dadını çıxardıb. Hə, mən dadın məndən çıxardım. Gəl sənə bir ifa təqdim edək. Olduğum yerdəyəm yenə, indi də aşiqəm sənə. Ummuram qarşılıq falan, yazığın gəlməsin mənə. Olduğum yerdəyəm yenə, indi də aşiqəm sənə. Ummuram qarşılıq falan, yazığım gəlməsin mənə. Artıq sevdim bu yeri, istəsəm də dönüm geri. Fikir getdi, ayaq getmədi. Dostlar çox çalışdılar, hekayələr danışdılar, heç biri təsəlli etmədi. Mən bu eşqə düşəni, dərd qalmadı tapdı mən. Söylədilər zamanla keçər, amma sadəcə adlı zaman, aşiqlərə yadlı zaman, olar eşq üstə candan keçər. Mən bu eşqə düşəni, dərd qalmadı tapdı mən. Söylədilər zamanla keçər, amma sadəcə adlı zaman, aşiqlərə yadlı zaman, olar eşq üstə candan keçər. İstəsən kömək, etiraz eyləyər ürək. Allahın sirridir bu eşq, sadəcə yaşasan gərək. Ağıldan istəsən kömək, etiraz eyləyər ürək. Allahın sirridir
sadece yaşasan gerek. Yaşadım iller uzunu, unuttum esretin dozunu. Bu dert bitmedi ki, bitmedi. Düşündüm her menada, gördüm ki bu dünyada her aşık isteğine yetmedi. Ben bu eşke düşeni, dert kalmadı tapdı məni. Söylediler zamanla geçer, ama sadece attı zaman. Aşıklara yattı zaman, onlar eşk üstə candan geçer. Ben bu eşke düşeni, dert kalmadı tapdı məni. Söylediler zamanla geçer, ama sadece attı zaman. Aşıklara yattı zaman, onlar eşk üstə candan geçer. Ben bu eşke düşeni, dert kalmadı tapdı məni. Söylediler zamanla geçer, ama sadece attı zaman. Aşıklara yattı zaman, onlar eşk üstə candan geçer. Ben bu eşke düşeni, dert kalmadı tapdı məni. Söylediler zamanla geçer. Təşəkkürlər. Avazın çox gözəldir. Adamlar Çox, qulağına idamə. Çox gözəl. Məsələn, Allah mexanik səsini taslar var götürür, ki, səsini adam götürür. səsi gələndə adam əsəbləşir. Bilmirəm mən. Amma məsələn, belə bir şey olsun, dostlarımız da var ha içərisində. Gözəl avazı olan, adam məsələn qulaq asdıqca asmaq istəyirsən, avazları gözəldir, onlardan da. Su kimi axır. Hə, və elədir. Hə? Məsələn, adam istəmir, məsələn, var da belə ki, tez qutarsaydı mahnı və yaxud səs adamı yordu. Baxırsan, istedadlıdır, amma səsi yorucudur. Adamı yorur, maşallah, üzvə deməkli olmasın. Səni hamı çox istəyirik. Hörmətli tamaşaçılarımız, xatırlatmaq istəyirəm ki, Milan VIP Hospitalın baş sponsorluğu, Silk Plaster Maye aboylarının xüsusi sponsorluğu, Patron Günəbaxan Tumlarının Globus Xaricdə Təhsil Mərkəzinin, Mirinos Xalça Dünyasının, Agromal Özbəkistan məhsullarının, Çin Təbabəti Klinikasının, Doktor Seyfəddin Klinikasının sponsorluqları ilə hal-hazırda siz bizi evimizdən canlı izləyirsiniz. Baxıram, SMS-lər də yazmışsınız. Valla burada o qədər ağzımız qızışıb ki, SMS-lərə özüm baxıram. Çox oxumuram. İndi imkan olsa oxuyacağım SMS-lərinizi. İlham, bəs səndə necə oldu? Məsəl üçün, bu teatr eşqinə düşmək, bu peşəyə, bu sənətə gəlmək var idi ailədə, nəsildə? Yox. Bizdə müəllimlərdir, həkimlərdir. Mən aktrisa olacağam. Mən dedim aktrisa olacağam. Nə dedilər evdə? Rejissor. İndi hamı onsuz da uşağının qolundan tutur ki, sən mütləq ya müğənni olmasan, ya aktrisa. Yox, bizdə... O zaman biraz çətin idi. İstəyirdilər ki, mən müəllim olum. Amma mən istəmədim. Uşaqlıqdan deyəndə məktəb vaxtları polis olmaq istəyirdim. Polis? Polisdir. Sən nə yaxşı polis vardı? İzliyorlar. Sonra nə bilim məktəbdə dərnəklər var idi, tamaşalar hazırlayırdılar. Elə gedirdim orada oynayırdım. Sonra oradan həvəs yarandı məndə. Gəlincə sənət universitetində. Gəldim və həmişə nə edirdimsə onu belə rejissor kimi düşünürdüm, belə eləyərdim, belə qurardım, belə olardı filan. Oxuyurdum. Sonra gəldim İncəsənət Universitetinə. Qəbul oldum. Yəni evdə mənə qadağa qoymadılar ki, yox, getmə falan. Arzum budur. Təbii ki, istəyirdilər müəllim olaq, müəllimə ol. Arzum budur, get. Hə, dedilər get, hə? Hə, get, nə istəyirsən. Polis olmaq istəyirsən, get polis ol. Əsas o nəsə istəmirsən də. istəyirsən, hə. Adam da bilmir nə istəyir. Dərdin nə bilim. Uşaq deyirsən, hansı sənət istəyirsən? Hara sənət verək, hansını yox, nə bilim. Hara yaxşıdır və o dəqiqə pulu fikirləşirlər. Məntiqlərdə, falan məsələn, müəllim olsam ayda nə qədər maaş alacam, həkim olsam nə qədər maaş alacam, idarə etməni oxusam ayda məsələn nə qədər qazana bilərəm, o sual verirlər adama. Yaxşısı budur, yem TikTok ver olma. Axırı oradır yəni. Ağrı. Teatr bir məktəbdir də. Doğrudan məktəbdir. Biz onu həmişə deyirlər ki, bir məbəddir. Hərçənd ki, indiki pokoleniya onu məbəd kimi, məktəb kimi görmür. Kim oldu müəllim? Nəsir müəllim oldu yəqin? Yox, Allah rəhmət eləsin. Amma Nəsir müəllimlə mən pilləkəndə həmişə üz-üzə gələndə mənə deyirdi ki, mən səni necə sevirəm, amma toxuna bilmirəm sənə.
Nəsir Sadıqzadə, indi sən onun daha çox tamaşaçılarımız Bəxt Üzüyü filmində o Kalyaskadakı nə idi? Veteran oynayırdı. Artıq o yaşlı vaxtları idi da. Filmdə, tamaşada yox. Tamaşada Ayşad Məmmədov oynayır, hə? Ayşad, da. Amma filmdə Nəsir müəllim? Mənim müəllimim olub Əliağa Ağayevin oğlu Vaqif Ağayev. Rəhmətlik. O olub. Filmdə adı nə idi? Veteran da elə, veteran. Yox, adı nə idi? Tanrıver dayı idi. Tanrıver dayı. Tanrıver dayı. Peşman da olmamışam ki, mən niyə bu sənətə gəlmişəm. Çox sevinirəm. Maşallah, ölkəmizin ən gözəl teatrlarında çalışmısan, Gənc Tamaşaçılar Teatrında, uzun illər orada çalışmısan. Bugün Uşaq və Gənclər Teatrının baş rejissorusan, icraçı direktorusan. Çox gözəl kollektiv. Həm gözəlsən, şanslısan nəyə görə? Həm aktrisa kimi çox oynadın filmlərdə, tamaşalarda. Həm də teatrda da işini görürsən də. Hə, eyni zamanda rejissor kimi, bəli. İnanırsınız, İkisinin eyni paralel şəkildə. yenə də əstəğfurullah bizim o gözəl sənət insanlarının qarşısında mən heç kiməm, mən onlardan üzr istəyirəm ki, biz özümüzə aktyor, rejissor deyirik. Yox, hələ biz onların elədiklərinin yarısını eləməmişik. Qismət olsa eləyə bilsək, əgər mən çətin inanıram ki, eləyək. O dahi insanlarımız, aktyorlarımız, rejissorlarımız var idi, var da. Amma indi nə eləyiriksə Azərbaycanımızın mədəniyyətimizə xidmət edirik. Mən məsələn özüm aktyor olduğumu düşünürəm. Elə bilirəm ki, indi nəsə biraz elə bilirəm ki, bir şey var, elə bilirsən ki, bir çatışmamazlıq var. Məsələn, indi seriallarımız şükür Allaha, indi düzəlir. Razısınız uşaqlar. Əvvəl çəkilən filmlər, seriallarımız, məsələn, müqayisə edirdik Türkiyənin seriallarını, Rusiyanın çəkdiyi serialları, adi Gürcüstanın çəkdiyi seriallara. Müqayisə edirdim, baxırdım ki, bizdə nəsə elə bir çatmır. Elə bir sən yemək pişirmirsən, biraz duz az olub, nə bilim, yağ az olub, belə bir şey. Var əslində iş. Amma indi şükür Allah. Rövşən müəllimin məsəl üçün vicdan haqqı bomba kimi partladı. Pərvanələrin rəqsi sonuncu fəsil vicdan haqqı indi yuxu kimi. Ümumiyyətlə Rövşən müəllim çox istedadlı insandır. Həm yaxşı qələmi var, yazır, ssenari. Özləri real həyatda olan şeyləri. Yəni belə müşahidəsi çox gözəldir. Hə, götürüm oradan oğurluq. Belə şey yoxdur. O sırf öz məhsulu, öz fantaziyası, öz beyni, öz yaradıcılığı. Yəni o insan bəli, çox gözəl işləyir. Əsas sənaridir. Çox istedadlı. O insanın baxışı tamam fərqlidir hər şeyə. Aktyora o qədər rahat izah eləyir ki, obrazı. Elə sakitcə belə çəkdi, qalxdı dedi ki, sən mənə bunu ver. Sən filan kəsən, xarakterin budur. Konkret deyil. Hə, get özün artıq onun duzunu istəyir. Cəmiyyətimizdə də o xarakterli insanlar ən qədərdir. Qabaqlar çətin idi, indi o xarakterləri oynamaq çox asandır. Qabaqlar görmürdün axı, bir sifətli insan görürdün. Uzaq başı deyirlər filan kəsin iki sifəti var. İndi iki sifətli adam görəndə istəyirsən yanaqlarından öpəsən. İndi 15-20 sifətli insanlar o qədər görmüsən ki, artıq rejissor sənə deyəndə ki, sən filan tip oynayırsan, çünki ondan 50 dənəsinə rastlaşmısan, deyirsən, mən hazıram, hazır vəziyyətdəyəm. Qabaq tapa bilmirdin. Məsəl üçün, İncəsənət Üniversitesi oxuyanda İlham Əyadova gəldi, dərsdən evə gedirdik, müəllim durğuzurdu ayağa ki, Allah rəhmət eləsin Mikail müəllimə, dur, gəl dərs danışsan. Evdən bura gələnə qədər nə baş verib, hamısını danış. Nə baş verib, amma danış, necə danış. Elə danışmalısan ki, hamı ona qulaq asmalıdır, sanki bir hekayəyə qulaq asırlar, sanki bir nağıla qulaq asırlar. Bir də görürsən, evdən çıxanda, yazıda avtobusuna zaten gedirdim axı. Yazıq avtobusda adam atır tuturdum. Bir daha ayrıldım ki, şeydəyəm, instituta çatmışam. Yatırsan, yuxudasan. Durğuzur da ayağı ki, tanış. O da biraz Mikail müəllim şeydi, hər sənəsiz adam idi. Deyirdi, tanış. Başlıqın danışırdım. Deyirdi, danış deyirdim, mənim orasında mı tələbə yatmışam. Ümumiyyətlə, aktyor müşahidə eləməlidir hər şeyi. Gedirsən küçədə insanlara müşahidə eləməlisən, baxmalısan. Hansısa tamaşada gördüyün bir xarakteri
Həmən yadına salırsan ki, mən orada belə bir xarakter görmüşüm. Elə mən o xarakteri götürüb verəcəm bu Çoxdur obraza. indi. İndi axtarmağa, qabaq göndərirdilər bizi axtarmağa. Tamaşa götürəndə deyirdilər axtarın bu tipdə məsəl üçün. İndi axtarmağa ehtiyac yox. Elə evdən çıxırsan salam əleykum. Öz yer tapıram. Ya öz sən gəlib tapar. Bir gözümüncüğə. TikTokda oldu. Hə? TikTokda oldu. TikTok açsın da olur. Deməli, mən nə var tamaşaçılarımızla danışıram. Bir neçə gün bundan qabaq deməli, çox mötəbər bir toy şənliyini idarə edirdim. Məsələn, bəyimiz özü Nijni Novgorod şəhərində yaşayırdılar. Onlar şəhərə gəlib toy edirlər. Özləri məni istəmişlər, bəyin özü, bəyin atası o qədər belə gülərüz, şirin bir insan idi. Mən deyirəm, Samir, özü necə bilsən evdə idarə edə, axırda da gəldi, alnımdan öpüb mükafatımı verdi ki, indi toyun içində bir nəfər mənim xəbərim olmayıb. And ol Allah, belə baxırsan, adama da oxşamır. Gətirib bu musiqiçilərin qabağına pul verib ki, mən burada qardaş muğamı istəyirəm. Orada indi hər toyun şeyi var da, orada onun yeri yoxdur. Uşaqlar da musiqiçilər utandıqlarından mənə demirlər. Nəsə şirin çörək yerdim, bir adam gəlib məni gəlib tapıb. Mənim səndən zəhləm gedir. Niyə? Bir saat görmüşəm. İndi bunun mahnısını verməyiblər deyə, mən də xəbərim olmayıb ha. Mənim deyir, bilmək istənsə səndən zəhləm gedir. Dedim, ayda, mənim ürəyim gedir səndən ötürünə. Öldürəm səndən ötürünə. Kişi pərt oldu. Toy qutarıma qədər gedib oturub qapının ağzı mənə baxırdı. Dedim, mən ölürəm səndən ötürünə. Vallahi ürəyim gedir səndən ötürünə. Əcəb eləyirsən, zəhlən gedir də. Hamıdan xoşu gələ bilməz. Zaten mənə xoşu gələn bura çağırıbdı. Sənin zəhlən gedir, belədir ki, dünəndən getsin, neyniyim? Qabağında şirinlik eləyəsi deyirəm ki, və hamını çox istəyəsir. Deyirəm, indi o tip adamlar, o gözmuncuqlar harada istəyirsən, sənin qabağına çıxır. Baxırsan 500 nəfərlik toydu, orada bir dənə gözmuncuğu var. Bir dənə daha o. Heç o toya da adiyyəti yoxdur, nə qohumdur, nə əqrabadır. Çağırıb da indi toy yərisi gedib bunun toyuna. Haradansa gəlib düşüb. Ki, qardaş, getmişəm toyva, bu gün də mənim şamdır, gətir nəmərimi yazdı da. O hamının qanın qaraldır. Ev yəsində buna xəbəri yoxdur. Hamının qanını o qaraldır, özünü apara bilmir, ya içir, artıq əysi hərəkətlər edir. Yəni, hər toyda bir dənə var o. Mən deyirəm ki, görəm, onu görməyəndə biz özümüz də darıxırıq, musiqiçilər, aparıcılar. Necə böyük yoxdur. Artıq gözümü gəzdirəndə də toy bismillah edib başlamır. Gözüm tutur ki, bundan artıq gözləyirəm o xarakteri, gəlib tam kameradan çıxır. İndi axtarmağa ehtiyac yoxdur, hər yerdə var. Hər yerdə, hər tip insanla qarşılaşırıq. Elə zamaniyə, elə dövrana gəlmişik ki, ana balasını atır, bala ananı atır. Nə bilim, iyrənc məsələləri. Bala atanın üzünə ağ olur, ana balanın üzünə ağ olur. Onun sevgilisinə qoşulur, uşaqların evdə qoşulur, çıxır gedir. Və yaxud nə bilim, çıxır gedir, sonra əri deyir, ev yoxdur, çıxıb gedib, qoy gəlsin, mən onu sevirəm. Deyir, ev yoxdur, gedib dayı bir işdir də eləyib, qoy gəlsin, təzən mən onu bağışlayacağam. Yalvarırlar TikTokda, ər arvadına yalvarır ki, ev yoxdur, qoşulub kiməsə çıxıb gedibsə, qayıtsın, gəlsin, mən onu sevirəm. Görün cəmiyyətimizdə nələr var. Bəs namus, qeyrət. Yəni görün, yəni normal baxır da, normal baxır. Yəni normal yanaşır. İndi çox təəssüflər olsun ki, elə şeylər çoxdur. Adam bilmir, gülüsün, bilmir ağlasın. Nədir bu, bunlar niyə belə, nə yeyirlər, nə içirlər bu insanlar, nə ilə qidalanırlar ki, belə gəlib çıxıblar bu yerə. Qadın uşaqlarını qoyur. 2 uşağı var, qoydu, çıxdı, getdi, 1 il yarım yoxdur. Sonra gəlib deyir ki, uşaqlar ver mənə. Sən haradaydın? Nəyimə lazımdır haradaydın? Ver uşaqları. Belə şey olar. Nə bilim, uşağın yankanın yanına qoyub gedəndə, nəysə, çoxdur. Bu günlərlə biz oturub, nə bu məsələ həll olunması məsələ deyil. Nə bu məsələ yığışası məsələ deyil. Böyük problemlərdə. Hə, böyük problemlərdə, amma çox, mən təəssüf mənasında bunu deyirəm. Hamımızın özümüzə görə səhvimiz də var. Boşanmalar da çoxdur. Amma
Baxırsan ki, bunların yanında sənin nə yanlış addımın olubdur. Ən azından atdığı yanlış addımı özün belə dərk edib, o səhvivi düzəltmirsən də. İnsanıq, hər kəsin irili, xırdalı səhv olur. Amma da bu boyda da səhv, bu səhv deyil, bu birbaşa. Bilirsiniz, əvvəllər ədəb-ərkan var idi, əxlaq var idi. İnsanlar nə deyər, qonşu nə deyər, qohum nə deyər, qardaşım nə deyər, anam nə deyər, bacım. Yəni bu şeylər var idi. Və boşanmalar çox az idi və övladlarımız var, olmaz. O övladların xatirinə lazımdır bir yerdə. Amma indi elə şey yoxdur. Nə qardaş sayılır, nə bacı, nə ailə, nə getdi. Mən $10, bax, hərdən oturub fikirləşirəm, məsələn, baxıram, başqaların şey eləmirəm, amma öz ailəmizdən deyirəm. Məsələn, anam atıma baxıram, hərdən fikirləşirəm ki, ay Allah, mənim anam deməli qəhrəman olub, atamın bizim uşaq olmuşuq, görmüşük də, o şeylərinə dözüb, döyülüb, söylüb, məsələn, acı sözü eşidib, ac qalıb, susuz qalıb, nə bilim, aylarla, günlərlə, məsəl üçün də təzə paltarı olmayıb, amma o şeylərə rağmen, məsələn, ailəsini atmayıb, balalarını da ortalıqda qoymayıb, ailəsini dağıtmayıb. İndi belə şey yoxdur, indi tabiətçilik yoxdur. İndi elə bir belə İndi tabiətçilik yoxdur. Hə, yoxdur. İndi belə bir qabaq eşlərdim. O vaxtlar boşanma zad yox idi axı. Eşlərdim bir rayonda, bir kənddə, bir rayonda bir dənə adam boşanıb, ki, yəni talihi düz gəlməyib də, boşanan, gör nə vəziyyətə gəldi, ola ki, nə həddə çatıbsa boşanıb. Hə, nə həddə çatıbsa bu boşanıb. İndi demək olar ki, elə bütün nəsillərdə boşanmış oğlan da var, qız da var. Hər 2 saatdan bir boşanma gedir. Yox, bütün nəsil kökdə var, hamıda. Hamının nəslində kökündə boşanmış da var, gedib qaydan da var, arvadın boşayan da var. Yəni, indi çox adiləşib. 70 faizlidir boşanmalar Azərbaycanda, statistikada. Bu bilirsiniz nə deməkdir? Hə, çoxdur. 70% bilirsiniz nə deməkdir? Çox olubdur, bəli. 12-13% idi, zaman var idi. Deyir, ya, nə yaxşıdır bizimkilər? 12-13%. Dəhşətdir, dəhşətdir. Hə, Sərət, yol üstündəsən, səndə. Nə qədər qalassan? Ayın 20-si çıxacam, avqustun 20-si. Gedəndə nə alırsan? Buradan tapşırırlar, onu al, bunu al. Yoxsa vaxt olmur. Gedəndə gecə qaçıram. Hə? Gecə qaçacam gedəndə. Ya, tapşıranda alıb gətiririk. Hə, çıxa bilirsiniz heç olmuyor. Məsələn, gəzməyə. Səndən deyil. Yox, çıxıb gəzirik. Sən nəyə görə? Biz elə bir 25-i yarışımız olur. Biz 25-ə kimi orada olmaq, pres konferans gedir, face-to-face gedir, rəqiblə tutsan üzbəyiz, nə bilmə, atmaza. Amma məşğələ filanlar olur, sonra boş olursun. Hə, ondan sonra elə bir şey, yox, 25-nə kimi bu işlər görülüb qutarır. Bu işlər görülüb qutarır, ondan sonra 25-nə kimi boş olur, 25-ə boş olamır. Ancaq sırf yarışda olur biz. Bazarlığa harcan çıxırsan, bir gün vaxt belə vaxtarsın. 25-i yarışdırsa, məsələn, 26-27 sonsa 2 gündə qalırıq da, bir alış-veriş eləməkdən ötürü də. Həm də bir yarışdan çıxan kimi qayıtmaq olmur axı, biraz... Bir də amma biz qastrol gələndə bizi qoymurlar, heç yerə ayağımızı tərpənə. Yox, biz Adi gəzirik. çay içməyə düşürük ya. Məsələn, qızdı, oğlanı da hamımız. Müdiriyyət deyir, məndən icazəsiz, çünki məsuliyyət mən, ay öz başına hansısa qız geçsin, aktrisalar çöldə çay içsin, nə bilim, nə içsin, olmaz. Deyir, mənə yazın, direktorumuz deyir, mən buradan salamlayıram İftixar müəllimi. Gecə neçə dost, su istəyirsən, çay istəyirsən, acımısan, mənə deyir, yaz, düşəyin hamımız bir yerdə oturağın. Kafeyə də gedək, restorana gedək, gəzməyə də gedək, andola. Məsəl üçün olub, belə gedib maçellərə minmişik, Gəncədə zadda, müdiriyyət də bizlə bərabər. Deyib, mən harada, sizdə orada, başlı başına da, o geçsin orada, bu geçsin burada, belə söhbəti yoxdur. Zavabdeh yoxdur, ona görə. Biz belə tərbiyələnmişik. Yox, biz komanda ilə gedəndə zavabdeh biz özümüz olur, tələbələrimizi gözümüzdən qırağa qoymuruq, onu düz deyirsən. Amma məsələn, mən tək özüm gedirəm də. Burada öz əlim öz başım. Hə, öz əlim öz başım olur, mənə dəvət mənim özümə gəlibdir. Komanda şəklində çağırmayıblar, mən sırf mənim özüm reytingim olduğuma görə mənə dəvət edib. İndi kəməri vuruşacam inşallah orada. İnşallah, Allah nə iş görürsənsə, xeyir versin. Bala bəy, bir noxu. Bu arada mən Sabirabaddan mənim əziz dostum Ramizi də salamlayıram. Salamlayıram, baxır hamımıza salam göndər, sənin fanatın da özdə Bala bəy. Biz də salamlayırıq. O səhərlər günəşli, gecələr aydın, ayrı dərdim olmazdı, mənim olaydın, mənim olaydın.
Həsrətindən danışdım, bir gün ona qovuşdum. Həsrətindən danışdım, bitəcəkmi soruşdum. Saçını saydı, saçını saydı, bitəcəkmi soruşdum. Saçını saydı, saçını saydı, saçını saydı. O səhərlər günəşdi, gecələr aydı. Ayrı dərdim olmazdı, mənim olaydı. O səhərlər günəşdi, gecələr aydı. Ayrı dərdim olmazdı, mənim olaydı, mənim olaydı. Eşqə düşman olanın, aldadıb ürək alanın. Eşqə düşman olanın, aldadıb ürək alanın. Onu gözdən salanın, gözü çıxaydı, gözü çıxaydı. Onu gözdən salanın, gözü çıxaydı, gözü çıxaydı, gözü çıxaydı. O səhərlər günəşdi, gecələr aydı. Ayrı dərdim olmazdı, mənim olaydı. O səhərlər günəşdi, gecələr aydı. Ayrı dərdim olmazdı, mənim olaydı, mənim olaydı. Görünməyəni izləmək, onu hamıdan gizləmək. Görünməyəni izləmək, onu hamıdan gizləmək. Gəlməyəni gözləmək, ölümə taydı, ölümə taydı. Gəlməyəni gözləmək, ölümə taydı, ölümə taydı, ölümə taydı. O səhərlər günəşdi, gecələr aydı. Ayrı dərdim olmazdı, mənim olaydı. O səhərlər günəşdi, gecələr aydı. Ayrı dərdim olmazdı, mənim olaydı, mənim olaydı. Bu saçqın acı ağrılar, gizlətdiyim duyğular. Bu saçqın acı ağrılar, gizlətdiyim duyğular. Sənə yazdığım mahnılar, sirrimi yaydı, sirrimi yaydı. Sənə yazdığım mahnılar, sirrimi yaydı, sirrimi yaydı, sirrimi yaydı. O səhərlər günəşdi, gecələr aydı. Ayrı dərdim olmazdı, mənim olaydı. O səhərlər günəşdi, gecələr aydı. Ayrı dərdim olmazdı, mənim olaydı, mənim olaydı. Mənim olaydı. Təşəkkürlər. Çox sağ ol, minnətdaram. Təşəkkür edirəm. Bala bəy, mənə maraqlı, mən bilirəm səmimisən, ona görə soruşuram. Müğənnilərimizin çoxundan soruşuram. Məsələn, YouTube-dan nə qədər qazana bilirsən? İndi day TikTok deyirsən, vurub YouTube-u. TikTok yaxşı olanda nə qədər? Samir, bilirsən necədir? O biraz gəliz məsələdir. Məsələn, çox adam müğənnilər, məsələn, keçən dəfə Ülviyə Namazova deyir ki, el olur 1000 dollar qazanıram, el olur 800 dollar, el olur 500 dollar. Məsələn, deyir, oradan qazandığım pulu, məsələn, mən xərcləmirəm, deyir, ancaq sənətimə yatırıram. Məsələn, klip çəkdirir, kliplərimin hamısını YouTube-dan qazandığım pulla çəkdirmişəm. Mahnılarımın aranjmanını orayla elətdirirəm. Oradan yaxşı qazananda artıq başlayıram başqa işləri görürəm. Məsələn, səndə də belədir. Amma müxtəlif olur da. Orada saat hesabı da var, baxış sayı da var. Bir də məsəl üçün ola bilər ki, izləyici girsin, 1 dəqiqə baxsın, çıxsın. O da şərtdir. Mahnıya, bir var 2 dəqiqə baxsın. Onlar hamısı elə bir ki, onların
iş prinsipləri var da YouTube-un. O cür O da hesablayır. bilinir deməli. Allah hamısını onlar bilirlər. Bir də ki bizdə statistika var da. Məsəl üçün mən açıb baxıram ki, mən hansı ölkədən daha çox izləyən var. Məsəl üçün nə qədər izləyici var, hansı yaş qrupu var. Onların hamısını bilirəm. Məsələn, hansı ölkədən daha çox izlənirsən? Bizdə əsasən Rusiyadır, Türkiyədir, Qazaxıstandır. Orta Asiya Hə ölkələri. də, hə belə. Amma bizim Yaxın qonşulardır da. YouTube-da soyuq günəşi Şu o işte doğru. Həm ingilis dilindədir, həm ləzgi dilində, Rus həm Azərbaycan. həm rus, həm də Azərbaycan. Yeganə Azərbaycan filmidir. Baxmısan da Soyuq Günəşə. Fraqmentdən baxın. Mütləq get bu gün bax. Mənim mahnımı vurmuşdular onun üstünə. Həsrət var mahnım var. Onun bir fraqmenti var, üstünə vurub paylaşmışdılar. Hələ. Sonra Səssiz Haray bədii filmi. Onu da mayda təqdimatı oldu. Ona da baxın. Bir də bəs sizə YouTube-dan gələn qazanc kimə gedir? Mənim YouTube kanalım yoxdur. Yox, film Sədaqət şirkət kanalımdır. Sədaqət xanımın YouTube kanalında Qatvar filmdə. Qatvar film. Kanalı var. Yəqin ki orada. Şirkətin özünə gedər də. Yəqin ki şirkətə gedər. Çünki izləməsi dəhşətdir. Nə qədər deyim mən? Çoxdur. Avropa ölkəsində birinci yer götürür də izləmə üzrə. Soyuq Azərbaycan Soyuq Günəş. Ən çox izlənilən film oldu. Maşallah. Baxın, siz görəcəksiniz. Mütləq bax. Mən də sənin kimi elə fraqmentlərə zada bir baxmışdım. Maraqlı gəlib əslində. TikTokda zətdə. Ona görə xüsusi Filmin vaxt ayırasan da. Filmin Film kimi baxasan. Filmin təsirindən inan Allaha bir saat çıxa bilməmişəm. Belə qalmışdım televizorun qabağında. Hələ özüm aktyor ola. Mövzu gözəl mövzudur. Adam belə təəssüf eləyəsi mövzudur. Ümumiyyətlə Sədaqət xanım real olan şeylər yazır. Həm də yaşanmış bir hadisədir. Qusarın Yarğun kəndində. Yarğun, hə. Sonradan o kəndin adı olub Hazra. Hazır. O qızın adı ilə bağlıdır o kəndi. Yarğun kəndi. Yarğun kəndi oldu. Şifahi məlumatım var belə. Gözəl filmdir, mütləq bax. Bu Səssiz Haray filmidir. Yaman tərifliysən, gedib baxacam. Bax. Pis olsa boğacam səni. Səmir, amma ağlayacaqsan da. Hə? Soyuq günəşdən yaxşıdır deyirsən. Yəni o elə səviyyədədir. Mən yaxşı pis deyə bilmərəm. Soyuq günəş istəsinə möhürünü vurdu. Amma gedib bu filmə də baxasan, sadəcə olaraq hamısı tamaşaçılar mənə Səssiz Haray. İnşallah gələn həftə bütün komandanı çağıraram. Yazır, nə bilim, görəndə deyirlər ki, biz film başlayandan sona qədər ağladıq, çox təsir elədi. Harda çəkdiniz? Bir bölümdür. Hə, bədii filmdir. Qusarda, mən bir ay qaldım Qusarda, keçən yayda. Həm ticarət, həm də şey olur da. Heç, vallahi ticarəti, ziyarəti bilmirəm, ticarət nədir? Ticarət yəni həm çəkiliş, həm də istirahət Çəkiliş oldu. İstirahət edə bilmədik. Silinli çəkilişlər, səhərdən axşama kimi, gecə yarısına kimi Gün gedir deyə texnikanı ki, arendaya götürürlər deyə. Çox bahalı avadanlıqlarla çəkirlər. Onlar da arendadır da, günlük götürürlər. Çox çətindir, tamaşaçılarımız bu şeyləri bilmir. 3 günə çəkilən şeyi bir də görsən bir günə çəkirlər, gecə səhərə qədər. Mən məsəl üçün keçən bu il yox, keçən mövsüm 2 dənə serialımıza dəvət aldım. Heç birisində oynaya bilmədim. O şərtlərlə ki çəkirlər. Biz həyat varsa da necə çəkilirdik? Səhərə qədər. Səhərə qədər Şənoğlu. Bax, səhər açılır, elə biz çəkilirdik. Ev səhnələrinin zadını Əslində o düz deyil də, hə? Əslində bilirsən nəyə görə? Düz deyil. 10 gün çəkilən şeyi 2 günə çəkirlər. Həm o 10 günə çəkilsə aktyorlar yaxşı qazanarlar. Məsələn, biri var 10 günə məsəl üçün deyirəm, elə adi günü 100 manatdan bir 1000 manat alasan. Bir də var 2 gün çəkilsən 200 manat alasan, hansı yaxşıdır? Amma avadanlıqlar zadlar o qədər bahalıdır, çox keyfiyyətli var, çoxdur, yəni işin xərci xəsarəti də çoxdur. Dövlət pul ayırmır ki. Kanallar ayrı, məsəl üçün ATV kanalı ayırıb yuxu kimi serialına da. Elə seriallar da var, ancaq sponsor hesabına çəkilir. Özəldir də. Hə. Kanallar özləri də ayırır da, hə? Dövlət məsələn ki, filmlərə, seriallara müəyyən bir məbləğ ayırır. Məsələn, kanal sifariş verir ki, mənim üçün serial çəkin. Mən eşitmişdim, məsələn, ayrılmış dövlət. Hə, amma eləsi də var ki, məsələn, sən durub indi serial çəkirsən. Sponsorun varsa, ən azından onu aktyorların pulunu vermək lazımdır, texnikanın pulunu vermək lazımdır, sponsorlar onun hesabına. Sonra sən filmi artıq kanala... Aktyorun yeməyi var, çayı var, onlar da hesablanmalıdır. Mən Hamısı yiyən ağız. Mən
Bir günə naquşqa Yuxu kimi istəyirəm. Ümumiyyətlə Rövşən müəllimgilindən çəkilişdə olanda mən zövq alıram. Nə saatına baxıram, nə vaxtına baxıram. Hətta lap gecə yarısız çəkilişimiz bitsin. Gəlmək istəyirəm. Elə. Çox zövq alıram, çox zövq alıram. Mən də bir şeydən zövq alıram, Merinos xalça dünyasından. Nədir bu Merinos xalça dünyasında mənə zövq verən? Məsələn, heç bir xalça mağazasında, deməli, heç bir xalça mağazasında 10 ədəd xalçanı 100 manata satmırlar. Məsələn, bax, Merinosda da ona zövqü bu verir. Heç bir xalça satılan mağazada 4 ədəd xalçanı 120 manata satmırlar. Heç bir xalça mağazasında 3 ədəd xalçanı 150 manata satmırlar. Təsəvvür, adıma zövq verir bu. Bu Əhməd müəllimin o dedilir səxavət kisəsinin ağzını açıbdır. O istəyir ki, hamının evində xalça olsun. Hamı bir-birinin evinə gedəndə xalça alıb aparsın. Və gəlirlər, alverçilər, Allah onların da çörəyin versin, onlar da bir tikə çörəyə çıxırlar. 3 dənə xalçanı 100 manata alır, aparır xalçanın birini 100 manatdan satır. Ölüsü də hələ, mən insaflı alverçilərdən danışıram. Füzulidə mənim xalam yaşayır, bir dənə xalça gətirib ona veriblər, 400 manata. Dedim, xala, bunun Merinosda 4 dənəsi 150 manatdır. Bunun bir dənəsi, ayda 50 manat verərsən, elə bir 50 manat küçüyə tökülüb. Ayda 50 manat vurarsan kartıma. Merinosda kredit yoxdur. Merinosda o qədər ucuz verirlər, kredit də var orada. Məsələn, gedib alış-veriş etsənsə, istəyirsə ödəyirsən, daxili kreditdir. O da var. Amma belə pərakəndə ki, bax, bu xalçaların 4 dənəsini 150 manata verirlər. İlhamə. Halbuki bunları başqa yerdə 200-250 manata satırlar. Xalçanı alça qiymətinə verirlər, hə? Ucuzda. Oradan da xalçanı alça qiymətinə, şair budur. Xalçanı konkret alça qiymətinə verirlər. Merinos xalça dünyası Sədərək bazarı. Hə, demək, yarım çıxaldı sözün. Yəni sənətimə ayrılsan da, klip çəkdirirsən. Sənətimə deyəndə ki, indi nəyə lazım oldu, ora gedir də. İndi sənət. Hə, biri gördüm, Elə şey olur. əlindən tutur. Hə, lazım olur. Amma belə yəni ki, o fikirləşdiyimiz məbləğ yoxdur da orada. Yaxşı məbləğ oldu. Mən bu Vətən müharibəsi ərəfəsində bir dənə şey buraxmışdım, çağırış. Eşitmisiniz. Onun hal-hazırda baxış sayı 9 milyona çatdırdı YouTube-da. Məsələn, ondan qazanç nə qədər oldu? Onda yaxşı qazandım. Niyə? Çünki bizdə vaxtı bağlıydı, axı şeylə girirdik. VPN-lə girirdik. O da VPN-də elə bir ki, xarici dövlətlərin baxış sayının hesablanır. Onda yaxşı pul gəldi. Nə qədər yaxşı? YouTube-dan yaxşı götürdüm də. $2000 bir götürdüm. Belə də xırda-xırda götürmüşəm də, çox götürmüşəm. Məsələn, deyirsən, bizdə Azərbaycanda ən çox Şəbnəm Tovuzlu ki, çünki keçən dəfə efirimizdə dedik ki, ay olub ki, $5000 götürmüşəm. Olar. Ay olub ki, $3000. O da VPN vaxtı olar bəlkə. Hə? O da VPN. Bir ay olur $3000 götürürəm. Deyir, heç götürmürəm, $1500-2000 götürürəm. Və indi axırıncı İndi bilmirəm. Axırıncı maham 9 milyona çatır. Bu birinci oxudum yəni. 9 milyon olacaq. Yəni oradan görürəm ki, yoxdur daha. Yəni VPN, məsələn, YouTube Azərbaycanı şəxsi olaraq tanımır. Bizi ya Türkiyənin tərkibində, ya Rusun tərkibində görür. Şəxsi olaraq tanısa, müğənnilər, ifaçılar, ümumiyyətlə YouTuberlər yaxşı pul qazanırlar. Hə, YouTube özü şəxsi olaraq tanımır. Hə, şəxsi olaraq tanımır. o pisdir. Pisdir, o düzəlmək lazımdır sırası. Düzəltsən, mən düzəldəcəm. Reklamların vaxtına keçib, şifahi məlumatımızın vaxtıdır. Şifahi məlumatımıza ayrılırıq. Ondan sonra mənim bir sözüm olacaq. Sonra gözəl bir ifa ilə reklam blokuna ayrılacaq. Qonaqlarımı yola salacağım da, qurban özüm bilirsən. Ayrılaq şifahi məlumat blokumuza. Proqramımızın baş sponsoru Milan VIP Hospitaldır. Bakı şəhərində Nərman Nərmanov rayonu Əhməd Rəcəbli 1 drop 21-də yerləşən Milan VIP Hospitalında bütün xəstəliklərlə bağlı müayinə və müalicələrinizi
apara bilərsiniz. Proqramımızın növbəti sponsoru Qlobus Xaricdə Təhsil Mərkəzidir. Azərbaycanda ali məktəbə sənəd verib, imtahan verib, uğursuz nəticə əldə eləmisinizsə üzülməyin. Qlobus Təhsil Mərkəzi ilə təbii ki, xaricdə təhsil mərkəzi ilə əlaqə saxlayın. Əlaqə saxlayın Türkiyənin istənilən dövlət və özəl universitetlərində, Gürcüstanın, Rusiyanın, o cümlədən Avropa ölkələrinin ən öncül təhsil ocaqlarında ali təhsil almaq istəyirsinizsə, mütləq bizimlə əlaqə saxlayın. Tərkibi 99% barama ipəyinin, lifindən və kleydən ibarət olan silk plaster maye aboylarını biz sizə təqdim edirik. Ölkənin demək olar ki, əksər rayonlarında topdan satış nöqtələrimiz var. Proqramımızın növbəti sponsoru Doktor Seyfəddin Klinikasıdır. Bilirsiniz ki, Doktor Seyfəddin Klinikasında bütün müalicələr dırnaqdan saça qədər təbii üsullarla aparılır. Doktor Seyfəddin Klinikasında peşəkar həkimlərlə yanaşı, xüsusi fizioterapiya şöbəsində də sizin sağlığınızın keşiyində dayanırlar. Təşəkkürlərim Agro Mala olacaq. İlk növbədə insanın ağlına gələn çəki ilə satılan pal-paltarlardır. Bundan əlavə Özbəkistanın tam təbii şəraitdə qurudulmuş quru meyvələri Özbək mağazasında sizin yolunuzu gözləyir. Sədərək bazarında yerləşən Merinos xalça dünyasında 10 ədəd xalça 100 manata, 4 ədəd xalça 150 manata, 2 ədəd xalça 70 manata. Bu kampaniyadan yararlanmaq istəyirsinizsə, gəlin Merinos xalça və pərdə dünyasına. Patron günə baxan tumları da bizimlə bərabərdir. Ölkəmizin Tərtər bölgəsində yetişdirilən patron tumları bütün supermarketlərdə var. Günbəgün çeşidlərini artıran patron məhsullarından almaq, dadmaq istəyirsinizsə, sadəcə marketlərə gedəndə patron məhsullarını yaddan çıxartmayın. Təşəkkürlərim olacaq Çin Təbabəti Klinikasına. Bilirsiniz ki, Çin ənəsinə sadiq qalaraq bu müalicələrimiz həyata keçirilir və təbii üsullarla müalicə etdirmək istəyirsinizsə, həm Bakı şəhərində, həm də Gəncə şəhərində yerləşən Çin Təbabəti Klinikasına buyurub gələ bilərsiniz. Soyuqdan pisdir. Tamam, bəsdir də, yayı xəstəliyi soyuqdan pisdir. Adam... Qışın xəstəliyindən demək. İstinə sən, kondisioner, adam nə qədər da gir duşa, kondisioneri yanında, gir, dəyişəkdir nəysə. Yola salıram artıq sizi, İlham Məsələn təşəkkürümü bildirirəm. Xatırladıram ki, əziz tamaşaçılarımız, proqramımızın qonaqları. Uşaq və Gənclər Teatrının baş rejissoru, aktrisa, rejissor İlham xanım Əhmədova, o cümlədən bizim 5 dəfə Avropa çempionatçımız Şöhrət Quliyev və sevimli söz xiridarımız, həm də gözəl musiqici dostumuz, ifaçı qonağımız Balabəy bizdən bərabər oldu. Balabəyin ifası ilə reklam blokuna ayrılırıq, artıq qonaqlarımız bu sırada gedəcəklər. Amma mən dönüş edəcəm efirə, siz kanalı dəyişməyin, gələsiniz. Çetin bir imtihan, susuz öler su kenarında kalan. Gözlerim tutulunca anladım, kör olar güneşe aşık olan. Sileş unutulan yerde ben seni, bu hak kadar
Belə hörmətli tamaşaçılarımız, qonaqlarımı yola saldım, getdilər. Amma mən də burada qalmaq fikrində deyiləm. Çünki yol üstündəyəm, gedirəm Tovuz'a. Tovuz'a gedirəm, tamaşaçılarımızdan sağollaşıram. İnşallah sabahları eyni saatda, eyni vaxtda görüşmək ümidi ilə əziz tamaşaçılarımız. Özünüzə yaxşı baxın. Ən əsası özünüzsünüz. Özünüzdən müğayət olun.